19-cu suala baxaq. Aqroiqlim ehtiyatlarının əsas göstəriciləri. Biz bunu başlanğıcda, mövzunun başlanğıcında yadındaca keçmişdik. Baxaq fikirlərə. Birdə deyir, vegetasiya dövründəki yağıntıların miqdarı. Bəli, şərtlərdən biri bu idi. 2. Hündürlüyə doğru temperaturun artması. Bu aid deyil, aqroiqlim ehtiyatlarının göstəriciləri deyil. Əsas göstərici sayılır. 3. Şaxtasız dövrün davam etmə müddəti. Bəli, 3 də doğrudur. 1, 3, 4. İsti küləklərin tez-tez təkrarlanması. Biz belə bir xüsusiyyət deməmişdik. Aqroiqlim ehtiyatlarına aid yanlışdır. 5. Fəal temperaturların cəmi mütləq götürürük. Onlara aiddir. 1, 3, 5. 6. Buxarlama qabiliyyətinin aşağı olması. Bu da yanlışdır. Belə bir fikir deməmişik. 1, 3, 5. B variantı doğru cavabdır. Aydın oldu mu? 24. Vermir. 24-cü suala baxaq. Sxemə əsasən subtropik iqlim qurşağında yerləşən dağlarda subnival və nival landşaftların yerləşdiyi məntəqələr üçün müəyyən edin.